Deməli, Musayev İlşad Nəbi oğlu 10 saylı Binəqədi 3-cü seçki dairəsi. Dostlar, mən düzünü deyim ki, bu Elşad Musayevdən bağlı nə ki, çox linklər təqdim edəcəkdim sizə. Sonradan gördüm, məsələn, deyək ki, sizin gözəl tanıdığınız Tural bəy Sadıqlının kanalında bu Elşad Musayevdən bağlı, yəni müxalifət və necə gəlib bu yollarla bu deputat olmaq məsələsinə çatıb, onunla bağlı 10 dəqiqəlik, təmiz 10 dəqiqə sırf bununla həsr olunmuş lent olduğuna görə. Ondan sonra da məhz deputat seçiləndən sonra Azər Freedom'un aparıcısı və rəhbəri olan Qurban Məmmədovun şəxsən Elşad Musayevin necə şərəfsizcəsinə deputat olması ilə bağlı sujetlərinə baxandan sonra yəni o lentləri təzədən sizə göstərmə fikrindən daşındım. Sadəcə olaraq elə ağız ucu dedim, danışar, söhbət eləyərik və bir dənə də sadəcə balaca bir lent seçdim. Deməli, sizin yadınızdadırsa 2024-cü ildə prezidentliyə namizəd Elşad Musayev. Azərbaycan Partiyasının sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb. Elşad Musayev APAya açıqlamasında bildirib ki, bu barədə qərar Böyük Azərbaycan Partiyası Siyasi Şurasının iclasında qəbul edilib. Prezidentliyə namizədliyin irəli sürülməsi ilə bağlı sənədlər dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək. Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Deməli, dostlar, bu Elşad Musayev də Ermənistanın Allahverdi rayonu. Mən düzü birinci dəfədə işləyirəm ki, Ermənistanda Allahverdi rayonu olub və Allahverdi rayonundandır və Elşad Musayev düzünü deyim ki, deməli 92-ci ildən hardasa 2000-ci, 2003-cü illərə qədər Milli İstiqlal Partiyasının nəzdində olub və həmişə də müxalifət kimi də məsələn danışığında bir yetimçilik, bir yazıqlıq olub. Yəni cücə şəklində, yəni girmək şəklində. Və uzun bir yol keçib, axır ki 2024-cü ildə İlham Əliyev və onun bandasını inandıra bildi ki, mən də sizdənəm. Yəni bu müxalifət filan boş şeydir. Böyük Azərbaycan Partiyası. Yadınızdadırsa, həmən bu Elşad Musayev dostlar, yadınızdadırsa, bu Tərtər məsələsi ilə bağlı bizim o vaxtlar, yəni 2022-ci, 23-cü illər idi deyəsən, orada Tərtərdən bağlı söhbətlər gedirdi. Onda qızğın vaxt idi, yəni. Onda Elşad Musayev az qaldı ki, yəni çıxsın meydana ki, belə şeyləri efirə çıxartmaq falan olmaz. Baxın, erməninin Azərbaycan əskərini deyək ki, cinsi zorakılığa məruz qoymasından danışmaq olar. Amma Tərtər məsələsindən danışmaq olmaz. Deməli, bunlar bu şərəfsizlər, təsəvvür edin, bu şərəfsizlər Xanlar Vəliyev və onun bandası Azərbaycanın əskərinə, Azərbaycanın ordusuna böyük bir ləkə vura bilər, amma bunu efirdə demək olmaz. Yəni, təbii məsələdir ki, bəs İlham Əliyevə girə, axır ki, 2024-cü ildə Elşad Musayevə inandılar və ona dedilər ki, geçsin, namizədliyini versin, prezidentliyə namizədliyini versin, yəni müxalifət adından güya ki, İlham Əliyevə deyək ki, şeydir, o nöqteyi nəzərdən 24-də və buna da təsəvvür edin, 0-dan %66% səs verdilər. Heç olmasa 1% də eləmədilər və belə şərəfsizliyi boynuna alandan sonra onu yenidən həmən o deputat seçkilərində buna icazə verdilər ki, deyək ki, Azərbaycan Milli Məclisində deputat ola bilsin.
və bu gün də həmən öz vəzifəsini şərəfsizcəsinə davam elətdirir. Yəni o nöqteyi nəzərdən mən bunun haqqında danışmaq istəmədim və bunun 4 övladı var. Onlardan ikisi o vaxtı Türkiyədə oxuyurdu. Mən bəzən hətta bu yazıq danışanda fikirləşirdim ki, yəqin uşaqlara pulza təhsil haqqı ödəmək üçün yəni belə yumuşaq danışır. Sonradan baxdım ki, yox, yəni şərəfsizdir. Harda olmağından asılı olmayaraq və hərə öz tarixini, öz deyək ki, tərcümə halını yazır dostlar. Yəni biz istəsək də, istəməsək də yəni gündə bir öz ömür tarixinə, öz ömür kitabına gündə bir kərpic qoyur. O kərpicin necə olduğu artıq sağlıq olsun, tarix onların hamısını öz yerinə qoyacaq. Mən də təbii məsələdir ki, dostlar, bu sözümü elə burada da bitirirəm. O bizim Minbir Gecə nağıllarında deyildiyi kimi Şəhrizad səhər nasıldığını görüb nağıl yarımçıq qoyur. Yəni bunlardan nə danışırsan, nə qədər danışırsan, danış, xeyri yoxdur. Sadəcə olaraq bunları yığışıb bir yerdə, dostlar, yığışıb bir yerdə süpürüb, bir zibil zəmbilinə yığıb, aparıb kürdəxanaya atmaq lazımdır. Bu qədər bəsit.